Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonasına çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq Azərenerji Açıq Səhmdar Cəmiyyət tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtər çaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəri çayı və onun qolları olan Xoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilib. Laçın rayonunun 8-10 meqavat təşkil edən elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerji sisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 meqavat təşkil edən 3 yeni su elektrik stansiyasının tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində tələbat gücünün 80 meqavat olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan su elektrik stansiyaları layihələri nəzərə alınmaqla rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək. Laçın rayonunun mürəkkəb dağlıq relyefində dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 meqavatlıq Ağbulaq 1 su elektrik stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. Stansiya yol infrastrukturu olmayan ərazidə inşa olunaraq yerli mütəxəssislərin peşəkarlığını və böyük texniki imkanlarını nümayiş etdirir. Layihə çərçivəsində müasir baş su qəbul edici qurğu tikilib. Suyun stansiyaya çatdırılması üçün 4,8 km uzunluğunda 1200 mm diametrli derivasiya boru xətti çəkilib. Stansiyanın fasiləsiz istismarı üçün bütün zəruri infrastruktur yaradılıb. Stansiyada ildə 93,2 milyon kWh ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına ödənilməsinə imkan verəcək. Xoçaz çayı üzərində inşa edilən Ağbulaq 2 su elektrik stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Stansiyada bütün istehsal prosesi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində stansiyanın enerji sisteminə etibarlı inteqrasiyasını təmin etmək məqsədi ilə 110 kV-luq 16 meqavat amper gücündə yeni yarım stansiya tikilib. Stansiyanın su təminatı üçün 5,7 km uzunluğunda derivasiya xətti çəkilib. Ağbulaq 2 su elektrik stansiyası ildə 87,3 milyon kWh elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı yaşıl enerji hesabına təmin ediləcək. Laçın rayonunda inşa olunan 4 meqavat gücündə Şeylanlı su elektrik stansiyası layihələndirilərkən ekoloji təhlükəsizliyin qorunması əsas prioritetlərdən biri olub. Çay ekosisteminin mühafizəsi məqsədi ilə balıqların təbii miqrasiyasına mane olmayan hidrotexniki həllər tətbiq edilib. İstifadə olunan hidroaqreqatlar isə suyun təbii axınına və keyfiyyətinə mənfi təsir göstərmir. Layihə çərçivəsində 1460 metr yüksəklikdə baş su qəbul edici qurğu tikilib. Mürəkkəb dağlıq relyefdə 4,8 km uzunluğunda derivasiya xətti inşa olunub. Şeylanlı su elektrik stansiyasında ildə 19,4 milyon kWh elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 mindən çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisi ilə yaşıl enerji hesabına təmin olunmasına imkan verəcək.
Stansiya regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına və iqtisadi inkişafa da töhfə verəcək. Müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu 3 su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq. Möhtərəm cənab Prezident, Oçaz çayı üzərində yerləşən Ağbulaq 1, Ağbulaq 2 və Şeylanlı su elektrik stansiyaları açılışa hazırdır.